Bir gün Şimali Koreya ordusunda xidmət edən gənc bir əsgər Chong Song hər şeyi riskə ataraq ölkəsindən qaçmağa qərar verdi. O hərbi maşına minib sərhədə doğru yüksək sürətlə sürdü. Onun ilkin məqsədi Cənubi Koreya sərhədinə keçmək idi. O hərbi maşına minib sərhədə doğru yüksək sürətlə sürdü. Yolun sonuna çatanda maşını ağaca çırpıldı və Chong Song qaçmağa başladı. Arxasınca Şimali Koreya sərhədçiləri güllə yağdırmağa başladılar. Chong Song 5 güllə yarası aldı, amma sürünə-sürünə də olsa Cənubi Koreya tərəfinə keçə bildi. Cənubi Koreya tərəfdə xidmət edən əsgərlər onu sürünərək sərhədi keçdiyini gördülər. Dərhal ona yaxınlaşıb xilas etdilər və xəstəxanaya çatdırdılar. O əməliyyat olundu və bir neçə gün komada qaldı. Amma nəticə itibarilə sağ qalmağı bacardı. Şimali Koreya 3 nəsildir Kim ailəsi tərəfindən idarə olunur. Kim Il-sung ölkəni cənnət kimi təqdim edən, lakin 1990-cı illərdə 1 milyondan çox insanın acılıqdan ölməsinə səbəb olan qurucu lider. Kim Jong-il kəşfiyyatçı ləqəbli bu lider dövründə vətəndaşlar ağac qabığı və həşərat yeməyə məcbur qaldı. Kim Jong-un gənc, lakin qəddar lider kosmos proqramına milyardlar xərcləyir. Eyni zamanda xalqı elektriksiz və aclıq içində yaşayır. Bu ölkədə xalqın internetə girməyi, qərb mədəniyyəti və xarici filmlərə baxmaq tamamilə qadağandır. Yalnız bir neçə TV kanalı var və orada da yalnız rejimin təbliğatı yayımlanır. Din azadlığı yoxdur. İnsanlar Kim sülaləsinə dini səviyyədə sitayiş etməyə məcburdur. Uşaqlar məktəbdə öyrədilir ki, Şimali Koreya dünyanın ən mükəmməl ölkəsidir. ABŞ, Cənub Koreya və Yaponiya isə şeytan dövlətlər kimi təqdim olunur. Şimali Koreya 21-ci əsrin bəlkə də ən utanc verici ölkələrindən biridir. Dünyanın ən qapalı, sərt və gizli saxlanılan yeganə ölkəsi odur. Bu ölkədə təkcə fikir azadlığı deyil, hətta bir şəhərdən digərinə getmək də dövlətin icazəsinə tabedir. İnsanlar doğulduqları şəhərdə yaşamağa məcburdurlar və başqa bir yerə köçmək istəsələr, dövlətin nəzarəti və izni olmadan bunu edə bilməzlər. Şimali Koreyada Songbun deyilən bir sinif sistemindən istifadə olunur. Bu sistem insanları 3 əsas təbəqəyə ayırır. Sadiq təbəqə, rejimə sadiq və ya mükafatlandırılmış ailələr. Sarka təbəqə, adi vətəndaşlar. Və ən sonuncusu düşmən təbəqə, rejim üçün təhlükəli sayılanlar. Cənubi Koreyaya qaçanların qohumları, müstəmləkə dövründə Yaponlarla əməkdaşlıq edənlər, dini inancı ailələr və s. Bu sistem insanın təhsilinə, iş imkanlarına, hətta evlənmək ehtimalına qədər hər şeyi müəyyən edir. Paytaxt Pxenyanda yaşamaq yalnız yüksək sinifə aid olanlara icazə verilir. Şimali Koreya, Çin, Rusiya və Cənubi Koreya ilə sərhədləri mövcuddur. İndi isə gəlin bu sərhədlərdən qaçış imkanlarına nəzər salaq. Çin sərhədi ən çox seçilən, amma riskli yol. Şimali Koreya ilə Çin arasında 1352 kilometrlik sərhəd mövcuddur. Qaçanların çoxu Yalu və Tumen çaylarını keçərək bu sərhədi aşmağa çalışırlar. Qışda çaylar donur. Bu da piyada keçidi üçün fürsət yaradır. Amma Çin polisi qaçqınları tutduqda onları Şimali Koreyaya geri döndərir. Bu isə ya edam, ya da ömürlük əmək düşərgəsi deməkdir. Rusiya sərhədi az seçilsə də mövcuddur. Rusiya ilə sərhəd cəmi 17 kilometrdir. Amma bəzən bu yolda istifadə olunur. Qaçanlar əvvəlcə Çinə, sonra Rusiyaya keçirlər. Rusiya bəzən qaçqınları geri göndərmir. Amma bu zəmanətli deyil. Rusiyaya köçmək istəyənlər qatar, yük maşını, bəzən isə buzla örtülü çaylarda gizli keçidlərdən istifadə edirlər. Bu yolu əsasən yüksək vəzifəyə sahib olan insanlar yoxlaya bilir. Bəs dəniz yolu ilə Cənubi Koreyaya qaçmaq mümkündürmü? Bəzi Şimali Koreyalılar balıqçı qayıqları və ya evdə düzəltdikləri primitiv vasitələrlə Yaponiya və ya Cənubi Koreya sahillərinə çatmağa çalışırlar. Bu qaçış fiziki cəhətdən olduqca çətindir. Hava şəraiti, dalğalar və sərt dəniz təhlükələri ilə doludur və çox vaxt mərhəmətsiz nəticələrlə yekunlaşır. İtkin düşmə, boğulma və ya geri qaytarılma. Bu yolla qaçanlar bir əlin barmağı qədər də etmir. Şimali Koreyadan qaçış yalnız fiziki məsafəni aşmaq deyil, bu öz ailəni, keçmişini və bəzən də canını geridə qoymaq deməkdir. Çünki qaçanların ailələri intiqam almaq üçün düşərgələrə göndərilir. Qaçış uğursuz olsa, ölüm qaçınılmazdır.
7 adla yaşayan qadın Hyen Seo-Lee'nin hekayəsi. Təsəvvür et, uşaq vaxtı sənə öyrədilən hər şey yalandır. Doğulduğun ölkədə bir söz səhv etsən, bütün ailən yox ola bilər. Sən isə sağ qalmaq üçün adını, kimliyini, hətta xatirələrini belə dəyişmək məcburiyyətindəsən. Hyen Seo-Lee 1980-ci illərin sonlarında Şimali Koreyanın Hyesan şəhərində Çin sərhədinə yaxın bir bölgədə doğulmuşdu. Ailəsi dövlətə sadiq idi. Uşaqlıqdan böyük liderə itaət, sədaqət və qorxu öyrədilmişdi. Amma yeniyetməlik dövründə gizli şəkildə Cənubi Koreya və Çin televiziyasına baxmağa başladıqca beynində suallar yaranmağa başladı. Nə üçün dünyadakı hər şey bu qədər fərqli idi? Nə üçün liderlər yalan danışırdı? 1997-ci ildə 17 yaşında olarkən Hyen-So ailəsinə xəbər vermədən donmuş yal uçağını keçərək Çin sərhədini aşdı. O yal uçağında donmuş, onlarla cəsəd gördü. Amma onun Çin sərhədini aşmaq qərarı 14 il ailəsindən uzaq salacaq bir həyat mübarizəsini başlatmışdı. Çində yaşamaq çətin idi. Qanunsuz qaçqın sayıldığı üçün saxlanılmaq və geri göndərilmək riski ilə üz-üzə idi. Şimali Koreyaya deportasiya olmaq isə ölüm demək idi. Hyen-So Çində sağ qalmaq üçün 7 fərqli addan istifadə etdi. Elə yazdığı kitabın adını da məhz buradan ilhamlanaraq yazmışdı. Hər dəfə yer dəyişəndə adını, şəxsiyyətini, hekayəsini dəyişməli olurdu. Bəzən təhlükəli adamlarla yaşamaq, bəzən isə sənədsiz şəkildə gizli işləmək məcburiyyətində qalırdı. Bir dəfə Çin polisi tərəfindən saxlanıldı. Dindirilmə zamanı özünü Çinli kimi göstərdi və Çin dilini səlis bir şəkildə danışmağı nəticəsində deportasiya edilməkdən xilas oldu. Daha sonra Yaponiya üzərindən Cənubi Koreyaya getməyə çalışdı, amma Tokyoda polis tərəfindən saxlanıldı. Onun sənədləri saxta idi. Yapon polisi onu Şimali Koreyaya göndərməyə hazırlaşırdı. Amma BMT və İnsan Haqları Təşkilatlarının müdaxiləsi nəticəsində Hyen-So Cənubi Koreyaya sığınacaq qazandı. Orada yeni bir həyat qurmağa başladı. Amma vicdanı rahat değildi, çünki onun ailəsi hələ də Şimali Koreyada idi. 2008-ci ildə Hyen-So-Lee ailəsini də qaçırmaq qərarına gəldi. Onları Çinə gizli yollarla keçirdi. Amma burada yeni bir problem ortaya çıxdı. Ailə üzvləri tutulmuşdu və geri göndərilmə təhlükəsi vardı. Cibində cəmi bir neçə $100 olan Hyen-So-Lee tanımadığı bir Avustraliyalıdan kömək istədi. Həmin adam həyatında ilk dəfə gördüyü biri lazımi miqdarda pulu verdi və ailənin xilasına səbəb oldu. Ailəsi Laos üzərindən Cənubi Koreyaya keçdi və illər sonra bir araya gəldilər. Bütün bu hadisələrdən sonra 2013-cü ildə Hyen-So-Lee TED konfransında çıxış etdi. Bu çıxış qısa zamanda milyonlarla insanın izlədiyi və Şimali Koreyada baş verənlərə göz açan önəmli bir hadisəyə çevrildi. O çıxışında bildirdi ki, mən heç vaxt azadlıq nədir bilməmişdim. İndiyə qədər 7 adla yaşadım, amma bu gün ilk dəfə öz adımla danışa bilirəm. Every year, countless North Koreans are caught in China and repatriated to North Korea, where they can be tortured, imprisoned, or publicly executed. Even though I was really fortunate to get out, but many other North Koreans have not been so lucky. It's tragic that North Koreans have to hide their identities and struggle so hard just to survive. Even after learning a new language and getting a job, their whole world can be turned upside down in an instant. That's why after 10 years of hiding my identity, I decided to risk going to South Korea. And I started new life yet again. 2015-ci ildə o 7 adlı qız kitabını nəşr etdi. Bu kitab onun Şimali Koreyada necə böyüdüyünü, qaçışını və ailəsini necə xilas etdiyini detallı şəkildə izah edir. Bəs siz Şimali Koreya haqqında nə düşünürsünüz? Sizcə bir gün Kim sülaləsinin hakimiyyəti bitəcəkmi və bu insanlar yenidən azadlığa qovuşacaqmı?